Salam, hər vaxtınız xeyir olsun. Bu gün sizlərlə birlikdə 3-cü sinif təsvir sənət fənni üzrə KSG 3 variant A və B suallarını birlikdə işləyək. Əvvəlcə birinci sualdan başlayaq. Obyektin bir neçə hissədən və formadan ibarət quruluşu nə adlanır? Kompozisiya, yapma və konstruksiya. Deməli, obyektin bir neçə hissədən ibarət quruluşu konstruksiya adlanır. Cavab C variantı. İkinci sual. Mavi fonda natürmort əsəri hansı rəssama aiddir? Böyükağa Mirzəzadə, Kamil Xanlarov, Hüseynov. Mavi fonda natürmort əsəri Böyükağa Mirzəzadənin əsəridir. A variantı. Üçüncü sual. Sahədə əsəri hansı rəssama aiddir? Kamil Xanlarov, Böyükağa Mirzəzadə, Hüseynov. Sahədə əsəri Kamil Xanlarovun əsəridir. Dördüncü sual. Şəkildə göstərilən əsərin adı nədir? A. Balaca rəssam, B. Göygü uşağı, C isə rəssam. Şəkildə göstərilən əsərin adı balaca rəssamdır. 5-ci sual. Təsəvvür edilən əsərin ilkin qaralaması nə adlanır? Etüd, eskiz və tədrisi. Təsəvvür edilən əsərin ilkin qaralaması eskiz adlanır. B variantı. 6-cı sual. Vərəqdə bütün rəsmin hissələrinin birləşməsi və düzgün yerləşdirilməsi nə adlanır? Aplikasiya, kompozisiya, origami. Vərəqdə bütün rəsmin hissələrinin birləşməsi və düzgün yerləşdirilməsi kompozisiya adlanır. B variantı. 7-ci sual. Uzaqdakı obyektlər bizim gözümüzdə necə görünür? Aydın və olduğu ölçüdə, çiç və solğun, tünd rəngdə. Uzaqdakı obyektlər bizdən uzaqda olduğu üçün çiç və solğun görünür. B variantı. 8-ci sual. Şəkildə göstərilən əsərin adı nədir? Mis qablar, mavi fonda natürmort, natürmort. Şəkildə göstərilən əsərin adı mavi fonda natürmort əsəridir. Böyükağa Mirzəzadənin əsəri sayılır. 9-cu sual. Hansı əsər Kamil Xanlarovun əsəridir? A. Balaca rəssam, B. Sahədə, C. Mavi fonda natürmort. Kamil Xanlarovun əsəri sahədə əsəridir. B variantı. Balaca rəssam Hüseynovun əsəridir. Mavi fonda natürmort isə Böyükağa Mirzəzadənin əsəri sayılırdı. 10-cu sual açıq sualdır. Əsasını müxtəlif, həcmli həndəsi fiqurlar təşkil edən rəsm çəkin. Burada əl qabiliyyəti tələb edir. Yəni, həcmli həndəsi fiqurlardan bir rəsm çəkməyi bizdən tələb edir. A variantı bu qədər. İndi isə B variantını bir yerdə işləyək. Birinci sual. Təsviri sənət əsərinin öyrənmək məqsədi ilə naturadan çəkilmiş ilkin nümunə nə adlanır? Eskiz, etüd və tədrisi. Deməli, təsvir sənət əsərinin öyrənmək məqsədi ilə naturadan çəkilmiş ilkin nümunə etüd adlanır. B variantı. İkinci sual. Kompozisiyanın düzgünlüyü, onun məzmunu və vərəqdə düzgün yerləşdirilməsi ilə müəyyənləşir. Nöqtələrin yerinə hansı variant uyğun gəlir? Portret məişət, natürmort mənzərə, əsatir və məişət. B variantı olacaq. Natürmort və mənzərə kompozisiyanın düzgünlüyü, onun məzmunu və vərəqdə necə yerləşməsi ilə müəyyənləşir. Üçüncü sual. Şəkildə verilən əsər hansı rəssama aiddir? Hüseynov, Böyükağa Mirzəzadə, Kamil Xanlarov. Balaca rəssam əsəri Hüseynovun əsəri sayılır. Əsərin adı nədir? Balaca rəssam. Dördüncü sual. Şəkildə verilən əsər hansı rəssama aiddir? Hüseynov, Böyükağa Mirzəzadə, Kamil Xanlarov. Deməli, Böyükağa Mirzəzadənin əsəri sayılır. Əsərin adı nədir? Mavi fonda natürmort. 5-ci sual. Konstruksiya sözünün mənası nə adlanır? Fiqur, quruluş, yapışdırmaq. Konstruksiya sözünün mənası quruluş deməkdir. B variantı. 6-cı sual. Hansı əsər Böyükağa Mirzəzadənin əsəridir? Sahədə, axşam, mavi fonda natürmort. Sahədə əsəri Kamil Xanlarovun əsəridir. Axşam Maral Rəhmanzadənin əsəri sayılır. Mavi fonda natürmort, Böyükağa Mirzəzadə. 7-ci sual. Mavi fonda natürmort əsərinə daha çox hansı rənglər nəzərə çarpır? İsti rənglər, soyuq rənglər və xromatik rənglər. Deməli, mavi fonda natürmort əsəri baxın 4-cü sualda verilib bu yerdə. Mavi fonda natürmort əsərinə deməli daha çox hansı rənglər gözə çarpır? İsti rənglər, soyuq rənglər yoxsa xromatik rənglər? Təbii ki, soyuq rənglər. Burada da çox mavi rəng nəzərə çarpır. Mavi nə rəngdir? Soyuq rəng. 8-ci sual. Etüd nə deməkdir? İlkin nümunə, ilkin qaralama, kompozisiya. Deməli, etüd ilkin nümunə sayılır. A variantı. Təsvir sənət əsərlərini öyrənmək məqsədi ilə naturadan çəkilmiş ilkin nümunə.
İlkin qaralama eskiz adlanır. Kompozisiya isə ayrı-ayrı hissələrdən bütöv bir təsvirdir. 9-cu sual. Sahədə əsəri hansı rəssama aiddir? Böyükağa Mirzəzadə, Kamil Xanlarov, Hüseynov. Deməli, sahədə əsəri Kamil Xanlarovun əsəridir. B variantı. 10-cu sual. Pəncərədən görünüş mövzusunda eskiz çəkin. Yəni, siz özünüz pəncərədən görünüş, yəni pəncərədən çöldə olan bir həyatı təsəvvür edib onun eskizini çəkməlisiniz. 3-cü sinif Təhsil Sənət Fənni üzrə KSG 3 variant A və B suallarını bir yerdə işlədik. Digər videolardan xəbərdar olmaq üçün abunə olmağı unutmayın.